Cəzoyim. Mövsüm açıldı. Qablarımız gəlir. Hər şeyimiz hazırdır. Birazdan piti pişirəcəyik. Nöqsan tutmağımıza çalışmayın. Biz bildiyimiz kimi pişirəcəyik. Şəkil resepti ilə. Demək, birinci növbədə pitimizə azca piti qabının içine azca duz tökülür belə. Nədən suya qoyulmuş noxudumuz əlavə edirik piti qablarına. Saxlar. Erkek qoyunun kubik zövqə görə içində tikə-tikə qoyurlar. Erkek qoyunun əti, erkek qoyun quyruğu. Fərqi yoxdur, amma erkek qoyun quyruğu lap yaxşı olur. Suyumuzu əlavə edirik. Su görünənə qədər tuzumuzu əlavə edirik. Değerli dostlar, şəkil üsulu pişirdiyimiz, şəkildən gətirdiyimiz piti qablarında pişirdiyimiz pitilərimiz hazırdır. Ən axırıncı etapda zirincin vurmaqdır. Zirinclərim bura. Bu getdi 4 saat pişməyə.